Azərbaycan böyüyür. Böyüdükcə kimlərinsə kölgələri uzanmır. Sadəcə yox olur. Çünki kölgə işığın deyil, qaranlığın əşəddidir. Son günlər bu qaranlıq yenidən tərpəndi. Azərbaycanın gündəmini dəyişmək istəyənlər var. Ölkənin uğurlarına kölgə salmaq istəyənlər var. Özünü bloger adlandıran bəzi sosial şəbəkə turistləri və s. Hamısı eyni orkestrin paslanmış alətləridir, fərqi yoxdur. Qarmon da var, zurna da var. Amma melodiyaları eynidir. Qara kampaniya. Azərbaycan Qarabağı dirildir, Ağdamda həyat nəfəs alır, Füzuli ayağa qalxır, Zəngilan göyərir, Laçın yenidən doğulur. Bu ölkə qurulur, tikilir, inkişaf edir. Prezident İlham Əliyev hər səfəri beynəlxalq münasibətlərdə yeni səhifə açır. Azərbaycanın regional gücünü daha da gücləndirir. Və təsadüfə baxın. Məhz belə bir vaxtda müəyyən mediada bəzi qaranlıq sosial media dairələrinin yenidən çirkab dalğası başlayır. Azərbaycan dünya ilə danışır, onlar internetdə. Azərbaycan tarix yazır, onlar şər. Və bu dəfə hədəf deputat Günay Ağamalıdır. Niyə? Çünki fəaldır. Çünki seçkiləri ilə hər həftə görüşür. Çünki insanların problemlərini dinləyir, həllinə çalışır. Çünki son zamanlar ictimai-siyasi həyatda görünür. Çünki Ana Vətən Partiyasının sədrlik müzakirələrində adı çəkilir. Çünki bir Azərbaycan xanımı kimi öz mövqeyi, duruşu, ciddiyyəti var. Siyasətdə fəal olan qadını dayandırmaq üçün nə bilərlər? Təbii ki, ailəsi, övladı, şəxsi həyatı hədəf alınır. Bu dəfə də belə oldu. Mətbuatın bir hissəsi diqqət, yalnızca bir hissəsi araşdırmadan, yoxlamadan, faktı dəqiqləşdirmədən açıq-saçıq bir qızı Günay Ağamalının qızı kimi təqdim etdi. Halbuki o deyil. Bunu bilmək üçün araşdırma aparmaq, bir zəng etmək, iki mənbədən təsdiq almaq kifayət idi. Amma görünür, onların diplomunda peşəkarlıq elə sadəcə seçmə fənni olub. Çünki bu məlumatı ilk dəfə yayan, özünü jurnalist adlandıran bu qadın əvvəllər 234.2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma maddələri ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Sizcə belə bir insanın hansı ailə dəyərləri ola bilər ki və hansı ailə dəyərlərindən danışa bilər? Azərbaycan mətbuatını, yəni belələri mi təmsil edir? Günay Ağamalının həftəlik görüşlərindən nəyə görə yazmırlar? Onun seçicilərinin problemlərini dinləməsindən niyə yazmırlar? Bölgədəki fəaliyyətindən, sosial layihələrindən, müsbət təşəbbüslərindən nəyə görə yazmırlar? Çünki yaxşılığı yazmaq üçün vicdan lazımdır. Şər kampaniyasına qoşulmaq üçünsə maddi təminat və o da müəyyən dairələr tərəfindən çoxdan həll edilib. Hər şey gün kimi aydındır. Zərbənin haradan gəldiyi də, kimə sərf etdiyi də bəllidir. Hansı ki, bu zərbəni vuranların elə bir qismi ailə dəyərlərini çoxdan çeynəyib, belə bir adamın şəxsi maraqları naminə atacağı addımların miqyası isə bəllidir. Bəziləri isə ağılsızlıqda yeni bir tarix yazır. Sənin qızın deyilsə öz qızının şəklini paylaş deyirlər. Bu nə siyasətdir, nə tənqid, nə də sual. Bu əxlaqın məhv olduğu nöqtənin başlanğıcıdır. Heç bir ana öz övladını sosial medianın çirkli meydanında sübut kimi təqdim etməyə borclu deyil. Heç bir ailə öz övladını internetin qara enerjisinə atmağa məcbur deyil. Bu insanlığın qırmızı xəttidir. Azərbaycan yüksəlir, bəli. Balaca oyunlar isə kiçilir. Azərbaycan irəli gedir, sosial şəbəkə şovmenləri isə geri qayıdır. Azərbaycan gücləndikcə qara kampaniya sahibləri zəifləyir. Və unutmayın, həqiqətin gecikməsi mümkündür. Amma gəlməməsi heç vaxt. Çünki günəş çıxanda qaranlıq qaçır. Və bu ölkənin günəşi artıq çoxdan çıxıb. Bu ölkə inkişaf edir, bu dövlət güclənir, bu xalq irəli gedir və irəli gedən xalqın qarşısında sosial media yalanları yox, yalnız külək kimi ötüb keçən səslər qalır. Və bu informasiyaya təhriflərinin, süni gündəm dəyişənlərin, media qaranlıqlarının içində baş verən bu hadisələr heç kim görmək istəmir. Çünki yaxşılıq bu ölkədə heç vaxt
klik gətirməyib, başlıq olmayıb, sensasiya yaratmayıb. Halbuki yaxşılığın özü isə bəzən elə bir səhnə yaradır ki, ən qaranlıq şayələri belə susturmağa gücü çatır. Məsələn, ürək çatışmazlığı ilə boğuşan cəmi 10 günlük körpə. Həyatla ölüm arasında o nazik xəttdə dayanmış, nəfəsi aciz, valideynlərinin gözlərindən yapışıb yaşamaq istəyən bir körpə. O ana üçün dünya sanki bir göz qırpımında çökür, çünki ana qorxusu heç vaxt rəsmi xəbərlərə dəymir. Mötərizələrə salınmır. Ana qorxusu başlıq olmur, statistikaya düşmür. Amma hər kəsin görməzlikdən gəldiyi bu məqamda Günay Ağamalının operativ müdaxiləsi nəticəsində bir körpənin taleyi dəyişir. Saniyələri sayılan vəziyyətdə lazımi tibbi addımlar atılır, qapılar, imkanlar açılır. Bəli, bunu heç kim yazmır. Çünki yaxşılıq pulsuz başlıqdır. Kiməsə dividend gətirmir. Heç kimə oxumaq qazandırmır. O körpənin valideynləri isə minnətdarlığını adi bir cümlə ilə yox, ad ilə bildirdilər. Körpəyə Fəzail adı verildi. Çünki bəzi adlar sadəcə ad deyil, xatirəyə çevrilmiş bir təşəkkürdür. Bu artıq təkcə bir uşağın adı deyil. Bu, insanlığın hələ də ölmədiyinin sübutudur. Bu, addakı minnətdarlığı görməyənlər əlbəttə ki, Günay Ağamalıya qarşı şər böhtan yağdıranlardır. Çünki yaxşılığı görmək üçün vicdan, böhtan atmaq üçünsə yalnızca fürsət lazımdır.